Təsəvvür edin ki, əlinizdə ən müasir pulemyotlar və 10.000 güllə var. Aha, özdə tam təchizatlı. Düzdür. Qarşınızdakı düşmən isə, yəni nə hərbi təlim keçib, nə də ümumiyyətlə silahı var. Onların sadəcə lələkləri var və saatda 50 kilometr sürətlə qaça bilirlər. Nəticə odur ki, insanlar bu müharibəni uduzur. Özü də necə uduzmaq, rüsvayçı şəkildə. Elədir. Bu dərin araşdırmamıza xoş gəlmisiniz. Bugün biz tarix kitablarında bəlkə də ən absurd, ən gülməli hadisələrdən biri kimi qalan 1932-ci il Böyük Emu müharibəsini təhlil edirik. Və əlimizdə xeyli maraqlı mənbələr var, yəni o dövrün rəsmi hərbi hesabatları, Canada Bioheritage Society-nin tarixi məqalələri, o cümlədən 7 kitab və The Collector jurnallarından mədəni və ekoloji təhlilləri bir araya gətirmişik. Məqsədimiz də sadəcə quşların necə güllədən qaçdığına gülmək deyil. Aha, əsas məsələ Avstraliya ordusunun o uçamayan quşlara əslində niyə məğlub olduğunu və bu hekayənin arxasındakı iqtisadi, siyasi mənzərəni anlamaqdır. Düzdür, çünki bu sadəcə bir ekoloji problem deyildi, arxasında böyük bir krizis var idi. Bilirsinizmi, bəzən həyatda insana elə gəlir ki, qarşısındakı problem həll olunmazdı. İnsan özünü çıxılmaz vəziyyətdə hiss edir, elə deyilmi? Amma inanın ki, eyni vaxtda 20.000 nəhəng quşla mübarizə aparmaq məcburiyyətində qalan o fermerlərin vəziyyətini eşidəndən sonra. Hə, öz problemləriniz sizə çox xırda görünəcək. Yəni, o dərəcədə qəribə bir vəziyyətdir. Tamamilə razıyam. İndi silahların necə atəş açdığına, o döyüş səhnələrinə keçməzdən əvvəl gəlin bir şeyi aydınlaşdıraq. Ümumiyyətlə, Avstraliyanın o ucqar qərb çöllərində bu qədər əskərin və tarlanın nə iş var idi? Yəni, bu insanlar ora necə gedib çıxmışdılar? Bax, əsas məsələ də oradan başlayır. Söhbət Birinci Dünya müharibəsindən qayıdan veteranlardan gedir. Xüsusən də Gallipoli kimi çox ağır döyüşlərdən sağ çıxan qazilərdən. Yəni, çox böyük travmalarla qayıdan insanlar. Bəli. Hökumət də bu veteranlara bir növ təşəkkür etmək və qitənin qərbini mənimsəmək üçün onlara torpaq verir. Hər birinə təxminən 10 akır, yəni hardasa 4 hektar torpaq paylayırlar. Amma məsələ burasındadır ki, bu torpaqlar kənd təsərrüfatı üçün tamamilə yararsızdır. Quraq, susuz ərazilər. Elədir. Üstəlik bu adamların çoxu əskər idi. Yəni əkinçiliklə, fermerliklə bağlı heç bir təcrübələri yox idi. Onlara sadəcə deyirlər ki, gedin burada buğda yetişdirin. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Təsəvvür edin ki, sizə cənnət vəd edirlər. Amma əvəzində sadəcə quru bir qum qutusu verirlər. Və deyirlər ki, al bu qum qutusunu, burada möcüzə yarat, nəyəsə nail ol. Bu, elə başdan məhkum olunmuş bir plan idi. Həm də necə? Və elə bu azmış kimi üstünə 1929-cu ilin o məşhur böyük böhranı, Great Depression gəlir. İqtisadiyyat çökür, təsəvvür edirsiniz, işsizlik 32%-ə çatır. Dəhşətdir. Yəni, hər 3 adamdan biri işsizdir. Bəli, və o əkdikləri buğdanın da qiyməti birdən-birə yarbayarı düşür. Hökumət əvvəlcə, yəni baş nazir James Scullin dövründə bu fermerlərə söz verir ki, siz ancaq əkin, biz sizə subsidiyalar verəcəyik, zərərinizi qarşılayacağıq. Amma təbii ki, o vəd elə vəd olaraq qalır, eləmi? Tam olaraq elə. Çünki hökumət dəyişir, yeni baş nazir Joseph Lyons hakimiyyətə gəlir və büdcəni bəhanə edib bütün o vədləri pozur. Heç bir subsidiya verilmir. Yəni, bu qaziyər onsuz da quru qumda nəsə yetişdirməyə çalışıb, dişləri dırnaqları ilə mübarizə aparırlar, üstəlik dövlət də onlara arxa çevirir. Hə, və bu vəziyyət Qərbi Avstraliyada dəhşətli bir qəzab yaradır. İnsanlar o qədər bezirlər ki, Avstraliya Federasiyasından ümumiyyətlə ayrılmaq, müstəqil olmaq istəyirlər. Doğrudan, yəni iş o yerə çatmışdı. Bəli, yəni lap 1933-cü ildə bunun üçün rəsmi referendum da keçirilir, özü də səsvermə qəbul olunur, xalq ayrılmaq istəyir. Sadəcə sonradan Britaniya parlamenti buna hüquqi olaraq icazə vermir və məsələ bağlanır. Amma cəmiyyətdəki o gərginliyi təsəvvür edə bilirsiniz də. Aha, yəni tam bir barıt çəlgəyi kimi. Bəs bu ağır iqtisadi və siyasi vəziyyətdə olan qazilər üçün emular necə oldu ki, səbir kasasında daşıran o son damlaya çevrildi? Çünki problem onsuz da başlarından aşırdı. Bax, o da təbiətin sürprizidir. 1932-ci ildə o ərazilərdə dəhşətli bir quraqlıq başlayır
və qitənin içərilərində yaşayan, su axtaran təxminən 20 min emu quşu miqrasiya etməyə başlayır. 20 min nəhəng quş. Yəni, biz burada kiçik quşlardan danışmırıq. Qətiyyən, emular boyu 1 metr 90 santimetrə çatan, bəzən insanlardan da hündür, uçamayan amma çox güclü quşlardır. Saatda 50 kilometr sürətlə qaça bilirlər. Və bu 20 minlik ac, susuz ordu düz gəlib çıxır bizim bu veteranların əziyyətlə becərdiyi o buğda tarlalarına. Təsəvvür edirəm, onsuz da buğdanı sata bilmirlər, indi də quşlar gəlib hamısını yeyir. Həm yeyirlər, həm də əzib məhv edirlər. Amma işin daha pis tərəfi odur ki, bu quşlar o vaxtki məşhur dovşan keçməz çəpərləri, yəni rabbit-proof fence dediyimiz o baryerləri qırıb keçirlər. Bəli, mən oxumuşdum o barədə. O çəpərlər tarlaları dovşanlardan qorumaq üçün çəkilmişdi. Ay sağ ol. Emular gəlib öz ağırlıqları ilə o çəpərləri sındırırlar, böyük dəliklər açırlar. Nəticədə emuların arxasınca minlərlə dovşan da o dəliklərdən tarlalara doluşur. Ekoloji müdafiə tamamilə çökür. Yəni, bu sadəcə quş problemi deyil, ümumi bir ekoloji hücumdur sanki. Tarlalar sözün əsl mənasında işğal olunur. Bəs fermerlər nə edir? Çünki adi tüfəng ilə 20 min quşu vurmaq, yəni mümkünsüzdür. Mümkünsüzdür. Ona görə də keçmiş əskər olan bu fermerlər birbaşa Müdafiə naziri Sir George Pearce-ə müraciət edirlər və ondan kənd təsərrüfatı yardımı yox, konkret olaraq hərbi pulemyot istəyirlər. Bir dəqiqə, yəni dövlət rəsmisinə deyirlər ki, bizə quşları vurmaq üçün avtomatik silah verin. Bəli, və ən maraqlısı odur ki, Müdafiə naziri dərhal razılaşır, çünki o bu vəziyyətə bir ekoloji krizis kimi yox, əla bir PR fürsəti kimi baxır. PR fürsəti? Necə yəni? Bayaq dedik axı, o bölgədə ayrılıqçı hərəkat güclü idi, hökumətə nifrət edirdilər. Nazir Pearce düşünür ki, ordu göndərsə xilaskar kimi görünəcək. Yəni, dövlət xalqın yanındadır, imicini yaradacaq. Hətta bu şounu, bu qələbəni lentə almaq üçün ora Fox Movie-tondan bir kinoxronika operatoru da göndərir. Yox bir. Yəni operatorla gedirlər ki, quşlara qarşı şanlı qələbələrini kinoteatrlarda nümayiş etdirsinlər. Bu ki, tam bir komediyadır. Hə, burada valihedəci olan odur ki, təsəvvür et, Birinci Dünya müharibəsində Osmanlıya, Almaniyaya qarşı vuruşmuş, səngərlərdə ölüm-dirim savaşı vermiş o məşhur Anzak qaziləri, indi sadəcə quraqlıqdan qaçıb su axtaran, aç quşlara qarşı döyüşməyə hazırlaşırlar. Tarixin ironiyasına baxın. Doğrudan da elədir. PR maşını işə düşmüşdü və yəqin ki, hərbçilər düşünürdülər ki, bu çox asan bir qələbə olacaq. Bir neçə min quşlu pulemyotda biçib keçəcəyik. Bəs döyüş meydanında, daha doğrusu tarlada əslində nə baş verdi? Çünki asan olsaydı adı müharibə qalmazdı. Orası elədir. Əməliyyata rəhbərlik etmək üçün mayor G.P.W. Meredith, onunla bərabər çavuş McMurray və nişancı O'Halloran göndərilir. Onların əlində cəmi 2 ədəd Lewis markalı pulemyot və 10 min güllə var idi. Yalnız 2 pulemyot və 10 min güllə. 20 min quşa qarşı. Aha, rəqəmlər heç uyğun gəlmir, amma onlar əmin idilər ki, bəs edəcək. Əməliyyat noyabrın əvvəlində başlamalı idi, amma yağışa görə biraz yubanır. Yerli inanca görə yağış emularını dağıdır. Yəni onlar kiçik qruplara bölünüb ətrafa yayılırlar. Sular çox olanda bir yerə cəmləşməyə ehtiyac qalmır da, təbii olaraq. Tamamilə. Nəhayət 2 noyabrda ilk cəhd olur. Amma hərbçilər görürlər ki, emular pulemyotun mənzilindən kənarda qalır. Yerli fermerlər çalışırlar ki, quşları bir araya yığıb pulemyotlara tərəf qovalasınlar. İcazə ver təxmin edim, quşlar qoyun sürüsü kimi bir yerə yığılmadılar. Əsla. Onlar dərhal çox xırda qruplara bölünərək tamamilə fərqli istiqamətlərə xaotik şəkildə qaçmağa başladılar. Hədəf o qədər dağınıq idi ki, atəş açmağın heç bir mənası yox idi. Aydındır, yəni ilk cəhd tam bir fiyasko olur. Bəs sonra nə etdilər? Yəqin ki, taktikalarını dəyişdilər. Bəli, 4 noyabrda ikinci böyük cəhd edirlər. Bu dəfə yerli bir bəndin yanında pusqu qururlar, çünki bilirlər ki, quşlar su içməyə gələcək. Və həqiqətən də mindən çox emu bəndə yaxınlaşır. Əskərlər bu dəfə gözləyirlər ki, quşlar tam yaxına gəlsin. Aha, yəni düz pulemyotun lüləsinin ağzına qədər. Tam olaraq çox yaxın məsafədən atəş əmri verilir. Mayor əmindir ki, bu dəfə qan gövdəyə çıxacaq. Amma cəmi bir neçə saniyə sonra, təxminən 12 quş yerə sərildikdən sonra... Nə olur? Pulemyot tıxanır, tutuqluq edir. Silah işləmir və o minlik sürü o xaosun içində saniyələr ərzində dağılışıb qaçır. Zarafat edirsən. O boyda hazırlıq, pusqu və silah xarab olur.
Bu quşların doğrudan da bəxti gətirirmiş. Amma bir dəqiqə, əsl maraqlı məqam elə buradadır. Mən mənbələrdə oxuduğuma inana bilmədim. Sən mənə demək istəyirsən ki, qoz boyda beyni olan bu quşlar müasir orduya qarşı partizan, yəni gerilla müharibəsi taktikası istifadə edirdi? Yəni şuurlu şəkildə? Bax, hərbi müşahidəçiləri ən çox heyrətləndirən də elə bu olur. Onlar görürlər ki, quşlar sadəcə qorxudan ora-bura qaçmır. Emular öz aralarında çox xüsusi bir hiyerarxiya qurmuşdular. Necə bir hiyerarxiya? Yəni komandirləri var idi. Sözün əsl mənasında bəli. Mayor Meredith'in qeydlərində var. O yazır ki, hər sürünün 1.8 metr boyunda qara lələkli bir lideri var idi. Digər quşlar tarlada məhsulu yeyərkən, o lider qətiyyən yemək yemir. Sadəcə başını dik tutub, ətrafı, yəni gözətçilik edir. Gözdə, yəni o sadəcə növbətçi idi? Bəli, və təhlükə anında saniyələr içində xüsusi bir səs çıxarıb bütün sürüyə xəbərdarlıq edirdi. Bütün quşlar fərqli istiqamətlərə dağılışır, o lider isə ən sona qədər orada qalıb hər kəsin qaçdığına əmin olurdu. Bu ki inanılmazdı. Birinci Dünya müharibəsinin qaydalarına öyrəşmiş bir ordu, qarşısında sırayla düzülmüş düşmən gözləyir. Amma bunlar mərkəzləşməmiş bir partizan dəstəsi kimi hərəkət edirlər. Bəs ordu bu vəziyyətlə necə başa çıxmağa çalışdı? Çıxa bilmədi. Hətta bir dəfə o qədər çarəsiz qalırlar ki, pulemyotu bir yük maşınının arxasına bağlayırlar, düşünürlər ki, quşları maşınla qovalayıb arxadan atəş açacaqlar. Maşınla pulemyotlu təqib, yəqin Hollywood filmlərindəki kimi alınmayıb. Qətiyyən. Çünki ərazi o qədər kələ-kötür, o qədər daşlı kəsəkli olur ki, maşın dəhşətli dərəcədə sarsılır, nişancı yerində dura bilmir ki, atəş açsın. Üstəlik, emular sadə 50 kilometr sürətlə qaçır, o maşını isə o palçıqda onlara heç cür çata bilmir. Yəni, hərbiçilərin istifadə etdiyi bütün texnika, taktikalar, silahlar sadəcə işə yaramır. Quşlar onlarla açıq-aşkar oyun oynayır. Təbii ki, belə olan halda rəhbərlik mətbuatın hədəfinə çevrilməli idi. Bəs bu məsəkə, bu gülünc vəziyyət necə bitdi? Təsəvvür elə, atılan təxminən 2500 gülləyə qarşılıq çox amma çox az emu öldürülür. Müxtəlif mənbələrdə rəqəmlər dəyişir, amma heç cür o atılan güllələrin sayına uyğun gəlmir. Mətbuat dərhal xəbər tutur və ordunu lağa qoymağa başlayır. Bütün qəzetlər manşetlərdə onlara gülürdü. PR şousu necə də özəliklərinə çevrildi, ha? Yəqin parlamentdə də böyük səs-küy qopub. Özü də necə, Avstraliya parlamentində məsələ müzakirəyə çıxarılır. O vaxtki deputat James Dunn durub Müdafiə naziri Sir George Pearcini emu müharibəsinin naziri adlandırır. Bütün zal gülüşməyə başlayır. Çox sərt ironiyadır. Hətta başqa bir deputat soruşur ki, bəs bu müharibədə iştirak edən qazilərə, əsgərlərə medal veriləcəkmi? Zaldan başqa biri qışqırır ki, bəli, amma medallar emulara verilməlidir. Çünki hər raunda onlar qazandı. Dəhşət. Sənin ordun quşlara məğlub olur və sən öz parlamentində lağ obyektinə çevrilirsən. Bəs əskərlər nə etdi bu qədər təzyiqin altında? Noyabrın 8-də artıq ordu rəsmi şəkildə geri çəkilir. Mayor Meredith isə o quşların dözümlülüyünə o qədər heyran qalır ki, verdiyi hesabatda onları Afrikadakı o məşhur Zululara bənzədir. Zullara, yəni müharibə ustalarına. Bəli, o qeyd edir ki, əgər bu quşlardan ibarət silah daşıya bilən bir ordumuz olsaydı, dünyadakı istənilən ordunu məğlub edərdi. Onlar pulemyotların qarşısında elə bil tanklar kimi dayana bilirlər. Lələkləri doğrudan da güllə keçirməz kimi bir şeydi, səhv etmirəmsə. Bəli, lələkləri o qədər qalın və sıx idi ki, bəzən güllə sadəcə o tüklərin içindən keçib gedirdi, həyati orqanlara toxunmurdu. Hər quşu vurmaq üçün bəzən 10 güllə lazım olurdu. İkinci bir cəhd olur, noyabrın ortasından dekabrın 10-una qədər. Yenə qaydırlar. Fermerlər yenə şikayət edir deyə. Bu dəfə Meredith yoxunda 9860 güllə ataraq 986 quş vurduğunu iddia edir. Yəni, hər quşa düz 10 güllə sərf edib. Amma bu rəqəm belə 20 minlik populyasiyanın çox kiçik bir hissəsi idi. Problem həll olunmamışdı. Yəni, qaba güc, ordu, pulemyot heç nəyi dəyişmədi. Bəs onda necə oldu? Hökumət bu işdən necə yaxasını qurtardı? Çünki mən bilirəm ki, sonradan ordu göndərməyi rədd edirlər. Düzdür. Hökumət anladı ki, bu belə olmayacaq.
1934-cü ildə, 43-də və 48-ci illərdə fermerlər yenə ordu istəyir, amma dövlət qəti rədd edir. Bunun əvəzinə çox daha effektiv olan bir sistem tətbiq edirlər. Bounty, yəni ödül sistemi. Hər vurulan quşa görə pul verirdilər. Ay sağ ol. Yəni kənardan bilməyən ordu gətirmək, əvəzinə işi yerli əhaliyə tapşırırlar. Fermerlər təbiəti tanıyırdı, quşların haradan gəldiyini bilirdi. Və təsəvvür elə, cəmi 6 ay ərzində o fermerlər 57 mindən çox emu ovlayırlar. Vay, yəni mərkəzi ordu sistemi yox, yerli, dinamik bir stratejiya daha uğurlu oldu. Amma bu da vəhşilik daxı, o qədər quşu qırmaq da düzgün deyil ekoloji cəhətdən. Təbii ki, deyil. Hökumət də bunu sonradan anlayır, əsl həll yolunu tapırlar. 200 kilometr uzunluğunda möhkəm baryer çəpərləri çəkirlər. Beləliklə, quşların tarlalara girməsinin fiziki olaraq, ekoloji olaraq alınır. Bax, bu artıq məntiqlidir. Problemi pulemyotla mərv etmək yox, idarə etmək. Və səhv etmirəmsə, bugün artıq o quşlarla müharibə getmir. Xeyr, nəhayət 1999-cu ildə emular rəsmi olaraq qorunan növ elan edilir və qeyri-rəsmi bir sülh imzalanır deyə bilərik. Bunu daha böyük mənzərə ilə əlaqələndirsək, doğrudan da maraqlı bir nəticəyə gəlirik. Yəni, təbiəti və ekosistemi hərbi texnologiya ilə o qaba güclə məğlub edəcəyini düşünən insanın kibri, təkamülün o milyon illik sağ qalma instinktləri qarşısında sadəcə aciz qaldı. Tamamilə razıyam. Təbiəti anlayan o fermerlərin tətbiq etdiyi lokal metodlar, sonra da o çəpərləmə sistemi ordu və pulemyotlardan çox daha uğurlu oldu. Və bilirsinizmi, bu quşlar bugün həm də Avstraliyanın milli rəmzi olaraq dövlət gerbində yer alır. Görünür, qələbəni doğrudan da hak ediblər. Onlar sözün əsl mənasında öz yerlərini qazanıblar. Bəs bütün bunlar sizin üçün, yəni dinləyicilərimiz üçün nə deməkdir? Aha, əsas sual budur. Növbəti dəfə həyatınızda, istər işdə olsun, istər şəxsi münasibətlərdə, çətin və ya mürəkkəb bir problemi sadəcə ən sərt, ən kəskin yolla, yəni o qaba güclə həll etməyə çalışarkən, emo müharibəsini xatırlayın. Problemin üstünə pulemyotla getmək həmişə həll yolu deyil. Bəzən sizə pulemyot yox, o quşların dilindən anlayan bir strategiya və bəlkə də sadəcə güclü bir çəpər, bir sərhəd lazımdır. Mənə elə gəlir ki, bundan daha dəqiq bir nəticə çıxarmaq olmazdı. Çox gözəl bənzətmədir. Təşəkkürlər. Proqramı, daha doğrusu bu dərin araşdırmamızı bitirməzdən əvvəl isə sizə düşünmək üçün bir sual verim. Əgər bu qozboyda beyinli, uçamayan quşlar instinktiv olaraq hərbi pulemyotlara qarşı belə bir partizan taktikası qurub, yəni komanda şəklində işləyə bilirlərsə, görəsən təbiətdə elə burnumuzun ucunda hansı digər heyvan növləri eyni dərəcədə qabaqcıl, təşkilatlanmış intellektə sahibdir? O qədər bilmədiyimiz şey var ki... Belədir. Və biz, insanlar kibrimizlə, ekosistemin sərhədlərini biraz da pozsaq, bizi gələcəkdə daha hansı fərqli, gözlənilməz heyvan müharibələri gözləyə bilər, bunu düşünməyi isə sizin ixtiyarınıza buraxırıq. Gələn görüşədək. Sağ olun, təbiəti anlamağa çalışın. Görüşərik.